Salam dostlar. Dərslərimiz davam edir. Bugünkü dərsimiz Activity Life Cycle. Activity Life Cycle nədir və necə istifadə olunur? Activity Life Cycle Android tətbiqlərində aktivitetlərin ömrünün idarə olunmasıdır. Yəni biz hər hansı bir səhifə açanda onun açılandan bağlanana kimi idarə etməkdir. Biz istənilən vaxtı onun içərisində müxtəlif kodlar, müxtəlif prosedurlar icra edə bilərik. Onu da etmək üçün Activity Life Cycle metodlarını bilmək mütləqdir. Activity Life Cycle'ın bizə olan xüsusi belə vacibiyyəti ondan ibarət, öyrənməyimizin vacibiyyəti ondan ibarətdir ki, tətbiqin resurslarını düzgün şəkildə istifadə edə bilərik. Məlumatları saxlamaq və yaxud da ki, onların içərisində hər hansı bir proseduru bərpa etmək, performansı qaldırmaq üçün mütəmadi olaraq Activity Life Cycle-lardan istifadə edirik. Activity Life Cycle-ların 7 əsas mərhələdən ibarət. On create, on start, on resume, on pause, on stop, on restart və on destroy. Bildiyiniz kimi dostlar, biz mütəmadi olaraq onCreate metodundan istifadə edirdik. OnCreate metodu, baxın bizə bu metodda hardan gəlir. Bu bizə hazırlanmış, Android tərəfindən hazırlanmış metodlardır. Mən main activity klassının içərisində app compat activity, baxın burada klası var ki, mən bunu miras alıram. Bunun içərisindəki belə deyək, metodları, bunun içərisindəki kodlardan miras alıram. Yəni burada mənim əsas bunu istifadə etməsəm, mənim application'ım istifadə olunmaz. Nə bunun içərisindəki onCreate istifadə olunar, nə də ki, digər əməliyyatlar. Mən bunu etməklə bildirirəm ki, bunun içərisində hazır metodları mənə göndər və mən həmin metodların köməkliyi vasitəsilə istənilən application'ı yığa bilim. OnCreate metodu isə bunun içərisində hazır olunmuş bir metoddur. Baxın dostlar, burada mən override eləmişəm. Override nədir? Və nə üçün istifadə edir? Override edəndə mən bildirirəm ki, onCreate metodunun üzərində mən bir dəyişiklik etmək istəyirəm. Baxın, mən burada command, mişqanın sol düyməsini tıklayanda mənə ilk olaraq bura göndərir. Yəni, bu biz tərəfindən yazılmış, onCreate'dən mən istifadə etmək istəyirəm. Lakin mən bunu mənə göndərir bunun üzərinə. Və bunun üzərinə tıkladıqda super metodu nəyi bildirir? Super metodu bildirir ki, mən bax bu metoddan istifadə etmək istəyirəm. Artıq yenə də command, mişqanın sol düyməsini tıkladıqda mənə baxın göndərir app compat activity içərisində olan metodların içərisinə. Baxın burada da mənə gördüyünüz kimi, bax onCreate metodu artıq burada hazır bir formada yaranmış bir metoddur. Mən bunu istifadə edərək içərisində istənilən əməliyyatı icra edirəm və artıq bunu run eləyəndə mənim həmin elədiyim əməliyyat ekranda görünmüş olur. Yəni mən birinci bunun içərisindəki hər hansı bir əməliyyatı icra eləmək üçün bax override metodundan istifadə. Bunlar haqqında OEP-də belə deyək ki, geniş bir məlumat verəcəm. İndi bunların üzərinə çox gəlmək istəmirəm ki, sizlərin də başı qarışmasın. Burada biz ilk olaraq onCreate metodundan istifadə edirik və onCreate metodunun içərisində mən sadə olaraq yazdım ki, print line edək. Tutalım ki, burada onCreate işə düşdü. Baxın dostlar, mən indi sadə olaraq bu cür predmetlər yazacağım və həmin predmetlərin işlənmə prinsipini, bu metodların bizə nə dərəcədə kömək olduğunu burada sizə ayrı-ayrılıqda göstərəcəm. İkinci olaraq isə bizə onStart metodu işə düşür. OnStart metodu bizim ekranla görüntümüzü başlanğıc səviyyəyə gətirir. Yəni biz ekranlar artıq ekranda görünməyə başlayır ki, məsələn biz bunu ilk olaraq ekranda necə görünməlidir, onu hazırlayır. OnStart metodundan sonra isə onResume metodu artıq istifadəçiyə hazır bir vəziyyətdə bizim səhifəmizi göstərmiş olur. Biz məsələn hər hansı bir application'ı açanda ilk olaraq onCreate metodu işə düşür, ondan sonra onStart metodu işə düşür və daha sonra isə onResume metodu işə düşərək artıq ekranda görüntümüz əmələ gəlir. Mən ikinci olaraq burada da yenə də məsələn eyni qaydada baxın, yuxarıda mən necə etmişdim onCreate metodunda? Override etmişdim. İkinci olaraq isə super metodunu çağırmışdım. Burada da eyni qaydada, məsələn mən burada onStart'ın içərisində də yenə override edirəm. Baxın, override edəndən sonra funksiyamı yazıram və içərisindəki funksiya yazanda hansı funksiyanı istifadə etmək istəyirəm? OnStart. Baxın, mənə burada da göründüyü kimi baxın hazır bir metodumuz var. Artıq mən bunu tıklayanda baxın, override etdiyimə görə bu metod burada hazır bir vəziyyətdə gəlir. Və həmin hazır vəziyyətdə olduğuna görə artıq super metodu da mənə çağırır ki, bax bunun içərisində sən iş görməlisən. Və burada da yenə print line edirəm. İçərisində yazıram ki, onStart işə salındı. Və bundan sonra bizim hansı əməliyyat olur? OnResume.
On resume da yine eyni qaydada override edirəm və içərisində fan qeyd edirəm. Fan yazandan sonra isə burada artıq override on resume belə deyək ki, bizim hazır metodumuzu işə salıram. Burada on resume yazaq, o özü gəlsin. Aha. Baxın dostlar, bunun içərisində də eyni qaydada print line edirəm və burada da yazıram ki, on resume işə salındı. Və bunlardan sonra bizim belə deyək ki, əsas vacib olan 2 dənə metodumuz var ki, pause və stop. Pause və stop, baxın burada mən göstərirəm. Pause elədikdə biz məsələn hər hansı bir ekranda işləyib müvəqqəti başqa ekrana keçib təzədən geri dönüş etmək istəyəndə istifadə olunan bir metoddur. Yəni məsələn biz bir ekrandan digər ekrana keçirik və yaxud da bir application digər application biz bağlamırıq ki proqramı. Eyni vaxtda digər proqrama keçirik. Məsələn hər hansı bir mesaj atırıq. Məsələn əlimizdə hər hansı bir tutalım ki application TikTok'dayıq. TikTok'u bağlamadan keçib məsələn WhatsApp'da hər hansı bir söz yazıb təzədən TikTok'a qayıdırıq. TikTok'a qaydanda yenə də gördüyünüz kimi öz səhifəmizdən öz məsələn baxdığımız yerdən başlayır. Bax bunu edən on pause. On pause artıq edəndən sonra, yəni mən həmin application'ı qismən bağlayıram da, yəni ekrandakı görüntüsünü bağlayıram. Tam olaraq bu əməliyyatı icra eləmirəm. Bax bunu da mən burada yenə yazıram ki, override edirəm və fan on pause. Və içərisində də yenə eyni qaydada print line edək və içərisində artıq yazım ki, on pause işə salındı. Və bundan sonra isə activity bax on stop metodu gəlir. Activity tamamilə görünməz olduğunu çağırıldıqda. Yəni bizim activity'miz tamamilə görünməz hala gəldikdə o halda biz on stopdan istifadə edirik. On stop'u məsələn mən yenə də çağırıram, override edirəm. İçərisində fan. Bunları mən yazdıqda siz də yazın. Özünüz də yazın, istifadə edin ki, özünüz də öyrəşəsiniz. Əliniz öyrəşsin ki, içərisindəki hansı əməliyyatlar necə icra olunur, onu özünüz də görə biləsiniz. Yəni bunları etmək əsas praktika olaraq göstərmə səbəbim odur ki, bunun məntiqini tutasınız. Burada da yazıram. On stop işə salındı. Baxın dostlar, biz məsələn on stop etdikdən sonra, ekranı görünməz hala saldıqdan sonra təzədən yenidən bizim ekranımızdakı məlumata yenidən qayıtmaq üçün on restartdan istifadə edirik. Yəni on restart metodundan istifadə edərək, bax burada da qeyd etmişəm. Bu metod activity dayandırıldıqdan sonra yenidən işə düşərkən çağırılan metoddur. Yəni mən artıq on restart metodunu çağıranda artıq mənim aktivitim yenidən işə düşür. Burada da yenə yazıram. Override on restart və içərisində də print line edirəm. On restart işə salındı. Və sonuncu isə artıq on destroy. On destroy nədir? Mən artıq proqramı tamamilə bağlayıram. Həm onun cache yaddaşında, həm də ki tamamilə elə bir proqramı elə bir biz çıxırıq da tamamilə exit edirik. O halda artıq on destroy metodu işə düşür. Burada da yenə yazıram override on destroy və içərisində də print line edirəm və burada da qeyd edirəm ki on destroy işə salındı. Baxın dostlar, artıq mən buradakı əməliyyatları icra eləyərək buradakı prosedurları blockade içərisində görə biləcəm. Yəni burada məndə artıq nə gəlib, nə olan bir şeydir. Məsələn, əsas əməliyyatlarımız nədir? Mən artıq bunun içərisində onları görəcəm. System out print line. Və burada indi run eləyirəm. Baxın, indi əsas məntiqi mən sizə tamamilə başa salacağım. Baxın dostlar, mənim ilk olaraq metodum başlayanda baxın mənə göstərir ki, onCreate işə düşdü. Yəni ilk olaraq mənim burada əməliyyatım onCreate-də işə düşdü. Baxın göstərir, onCreate işə düşdü. Və ondan sonra gəlir onStart işə düşdü və artıq ekranla görüntümü gətirəndən sonra artıq mənə göstərir ki, onResume işə düşdü. Mən indi məsələn burada ekranı bu cür şəkildə tutalım ki, bağlamaq istəyirəm.
Və baxın mənə nə düşdü? On pause və on stop. Lakin bu on pause, on stop işə düşdü. Tamamilə mən proqramı bağlamamışam ki. Yenə də mənim proqramım buradadır da, yəni ekrandadır. Artıq mən bu proqramı bunu yenidən aça bilərəm. Yəni tamamilə açmaq o problem deyil. Baxın məndə yenə düşdü on restart və on start, on resume. Burada prosedur nədən gedir? Mən yəni buradakı proqramı tamamilə silməmişəm. Yəni mən müvəqqəti olaraq çıxmışam. Lakin proqramdan tam çıxanda tutalım ki, mən proqramı baxın burada qeyd edirəm və buradakı məsələn tamamilə silirəm. Buradakı məsələn əməliyyatı sildim. Və burada da baxın mənə burada düşdü on destroy işə salındı. Yəni mənim artıq bu proqramım, açdığım proqram on destroy metodunun vasitəsilə tamamilə öz fəaliyyətini dayandırdı. Və yenidən açanda artıq mənə baxın yenə də on create metodu işə düşdü, on start və on resume. Burada nə prosedur getdi? Biz ekranı əgər tamamilə proqramdan çıxmadığımız zaman bizə yəni yenidən məsələn həmin proqramı başlamaq üçün on restart işə düşür, sonra on start və on resume. Yox, əgər tamamilə biz proqramı bağlayırıq və proqramdan tamamilə çıxırıqsa, o halda baxın on destroy metodu işə salınacaqdır. Bunları məntiqini tutmaq lazımdır. Nəyə görə? Biz məsələn tutalım ki, ekran açılan zaman tutalım ki, hər hansı bir ekranda reklam işi və yaxud da digər bir əməliyyat görmək istəyirik ki, burada ekranda bizdə həmin əməliyyat görünsün. Və yaxud da ki, biz hər hansı bir radio proqramı yazırıq. İçərisindəki biz istəmirik ki, proqramımız, yəni biz onu eləyəndə, bağlayanda, ekranda görünməz eləyəndə o öz fəaliyyətini dayandırsın. O zaman məsələn biz bu metodlardan istifadə edəcəyik. Çünki bizim yəni burada yazdığımız metod da arxa bazada işlətmək istədiyimiz funksiyaları icra eləmək üçündür. Biz məsələn bunları istifadə edərək, bu metodlardan istifadə edərək arxa planda hər hansı bir işimizi, əməliyyatımızı icra edə bilərik. Yəni bunları öyrənmək, yəni bunu ilk olaraq məntiqini düzdür. Tələbələr biraz çətinliklə anlayır. Amma ki, məsələn biz artıq applicationları yığanda orada müəyyən funksiyalar yazılır ki, məsələn tutalım ki, həmin bu funksiyalar bu zaman işə düşsün. Məsələn ekran açılmamışdan və yaxud da ki ekran bağlananda və yaxud da ki hər hansı bir məlumat məsələn tutalım ki, arxa fonda istifadə olunsun. Artıq biz bu metodlardan mütəmadi olaraq istifadə edəcəyik. Onda tamamilə buradakı məlumatları, buradakı indi dediyim məlumatların məntiqini tamamilə anlayacaqsınız. Baxın burada bildiyiniz kimi, yəni çox sadədir. Yalnız bir çaşdırıcı ola bilər ki, məsələn hansı hansından qabaq yaranır, hansı hansından sonra. Bu dərsə məsləhət görərdim ki, bir 2-3 dəfə baxasınız. Ondan sonra buradakı prosedurları özünüz əlinizlə işləyin və ekranda bu cür hərəkətlər eləyin. Telefonunuzu bağlayın, söndürün, yandırın və buradakı metodları izləyin. Artıq bu metodları izləyəndən sonra biləcəksiniz ki, hansı nə vaxt işə düşdü. Və sonunda isə dostlar, mən burada ümumilikdə override və super metodları haqqında məlumat verdim. Override və super metodların əsas istifadə prinsipi nədən ibarətdir? Override edəndə, baxın mən burada qeyd etmişəm. Override edəndə mən hansısa metodun içərisində, hansısa app compat activity içərisində yeni bir əməliyyat aparmaq istəyirəm. O halda override-dən istifadə edirəm. Və super isə mən buradakı onCreate-in içərisindəki funksiyanı da icra eləmək istəyirəm. O halda, yəni burada parent class deyirlər, yəni valideyn klasslar, yəni burada müəyyən əməliyyatlar var ki, bu OOP-ni anladanda, obyekt yönlü proqramlaşdırma dilini anladanda sizlər bunun daha çox məntiqini anlayasınız. Mən bunları eyni ilə, məsələn, burada da qeyd etmişəm ki, sizlər daha çox məntiqini anlayasınız və burada da məsələn, niyə override-dan istifadə edirik, niyə super metoddan istifadə edirik, bax burada da onun məntiqini başa salmışam. Kotlin yenidən təyin olunan metodun valideyn sinifindən gəldiyini anlamır. Yəni də biz məsələn override-dan istifadə eləməsə, olmasa, biz o halda Kotlin hardan istifadə etdiyini başa düşməyəcək. Biz buna göstərməliyik ki, bax, sən app compat activity-nin içərisindəki metoddan istifadə eləməlisən. Və onun içərisindəki həmin metodu əsaslanaraq, yəni həmin metodu işə salaraq istifadə eləməlisən. Bax, super olmadan valideyn klassın içərisindəki əsas əməliyyatlar icra olunmur. Yəni biz super metodunu istifadə eləməsə, super kodunu istifadə eləməsə, o halda bizim hansı metoddan istifadə etdiyimizin məntiqi olmayacaq. Bax, bunların məntiqi ayrı-ayrılığında da sizə başa salmaq, yəni burada yazdım ki, daha yaxşı başa düşəsiniz. Bugünkü dərsimiz bu qədər. Dərsi bəyəndisə kanala abunə olun. Dərsləri bəyəndisə videolara like göndərin. Yəni like'lar çox azdır. Demək olar ki, baxan yəni artıq heç bəyənmə də etmir. Yəni ən azı əziyyətimizi dəyərləndirin ki, məndə də buna qarşı motivasiya olsun. Və
Ən başlıcası isə yeni kursumuz start verəcək, yeni dərslər yenə başlayacaq. O dərslərdə həqiqətən Android proqramlaşdırmanı tam mükəmməl öyrənmək istəyənlər dərslərimizə qoşula bilərlər. Burada mənim əlaqə nömrəm 055 478 0086.